İlk dəfə idi ki, belə bir maraqlı toyda iştirak edirdim. Toya gələn qonaqlar arzularını mikrofonla yox, telefonla bəygəlinə çatdırırdılar. Fərqlilikləri ilə dolu Bərdə toy vloqumla qarşınızdayım. Mənimlə Azərbaycanın gəzək layihəsi çərçivəsində Bərdəyə əziz dostum, qardaşım Cəmilin toyuna yollandım. Adət ənənə üzrə gəlin gətirən zaman toyuq uğurlarkən başımıza gəlməyən də qalmadı. Toy tacir şadlıq sarayında idi. Bəy gəlinin rəqsi ilə toy açıq elan olundu. Gitarist Qaqamın ifası da ki, adamı aparırdı. Maraqlı nüanslardan biri də dostlarımızın bəyə hədiyyəsi idi. Belə ki, ölkəyə yenilik gətirən Xatirəgah komandasının konsepsiyası toya bir başqa maraq qatırdı. Xatirəgah tərəfindən bəy gəlin üçün çərçivə şəkli, ağac portreti hazırlanmışdı. Sevgi jurnalı isə çox gözəl görünürdü. Həmçinin də telefonla bəy gəlinə öz xoş arzu diləklərimizi çatdırdıq. Xatirəgah komandasına təşəkkür edib yeyişməyə başladıq. Yeməklər bir sözlə super idi. Fərqli olan isə stolda ciyər kebabı və çaşır idi. Çaşırı ilk dəfə yeyirdim. Bəyi qaldırdılar havaya, gah da rəqs elədilər. Diskotekada öz yerində. Daha bir maraqlı hissə isə toy sonunda həmişəki adətimiz olan gül atma mərasiminin fərqli formada olması idi. Konsepsiyaya əsasən qutudakı gül kimə çıxsa, güya qisməti açılırmış. Subaylar yaxınlaşdı, açarı götürdülər ki, qutunu açsınlar. Burada da bəxtim gətirmədi. Gec olsun, amma güc olmasın. Subaylara qismət olsun deyib xoş əhval-ruhiyyə ilə toydan ayrıldım. Bəs sizcə ən maraqlı toylar hansı rayonda olur?